Salam. Abşeron rayonu Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbin biologiya müəllimi Leyla İsmailova. Bugün biz yarpağın xarici və hüceyrəvi quruluşu haqqında məlumat verəcəyik. İlk olaraq yarpağın xarici quruluşu haqqında danışaq. Qışın sonuna yaxın şagirdlər məktəbin həyətində alma bağı salma qərarına gəldilər. Bağ üçün nəzərdə tutulan yerə onlar çoxlu ağac tingləri əkdilər. Yazda ağaclara qulluq edən zaman alma ilə yanaşı səhvən digər tinglərin də əkildiyi aşkar olundu. Şagirdlər bunu necə müəyyən etdilər? Yarpağına görə ağacı təyin etmək olarmı? Ağacların yarpaqları eynidirmi? Yarpaqlar bir-birindən nə ilə fərqlənir? Gəlin yarpağın hansı hissələrdən ibarət olduğunu araşdıraq. Bitkinin ən mühüm vegetativ orqanlarından biri olan yarpaq tumurcuqdan inkişaf edir. Bitkinin yaşaması üçün tələb olunan üzvü maddələr günəş enerjisi vasitəsilə əsasən yarpaqlarda hazırlanır. Yarpağın əsas funksiyası aşağıdakılardır: fotosintez, qazlar mübadiləsi, transpirasiya, suyun buxarlanması. Müxtəlif bitkilərin yarpaqları bir-birindən rənginə, formasına, iriliyinə və digər xüsusiyyətlərinə görə fərqlənsə də, onların oxşar cəhətləri çoxdur. Yarpaqlar yarpaq ayasından və saplaqdan ibarətdir. Yarpağın saplağının gövdə ilə birləşən nisbətən genişlənmiş aşağı hissəsi yarpaq əsası adlanır. Yarpaq əsasında bəzi hallarda çıxıntı şəklində 2 kiçik yarpaqcıq, yarpaq altlıqları yerləşir. Yarpaqlar zoğa saplaq vasitəsilə birləşir. Saplaq yarpaq ayasını zoğa birləşdirməklə yanaşı, onu işığa doğru yönəldir, zoğla arasında əlaqə yaradır. Bəzi bitkilərin yarpağında saplaq heç olmur. Belə yarpaqlara oturaq yarpaq deyilir. Məsələn, kətanın, aqavanın, əzvay bitkisinin yarpaqları oturaq yarpaqlardır. Bir çox bitkilərdə yarpaq qaidəsi, dip hissəsi genələrək gövdəni novça kimi qucaqlayır. Bu, qın adlanır. Buğda, arpa, qarğıdalı və sair bitkilərin yarpaqları qınları ilə gövdəni əhatə edir. Lobya, əncir, alça, çınar kimi bitkilərdə yarpaqlar gövdəyə uzun saplaqla birləşir. Saplaq üzərində müxtəlif sayda yarpaq ayası ola bilər. Bu səbəbdən yarpaqlar 2 qrupa bölünür: sadə yarpaqlar, mürəkkəb yarpaqlar. Sadə yarpaqlar. Saplaq üzərində yalnız bir yarpaq ayası olur. Xəzan dövründə belə yarpaqlar saplağı ilə birlikdə qopub tökülür. Dəmir ağac, heyva, üzüm və sair bitkilər sadə yarpaqlıdır. Mürəkkəb yarpaqlar. Ümumi saplağa 2 və ya çox yarpaq ayası öz kiçik saplaqları ilə birləşir. Xəzan dövründə ilk olaraq yarpaqcıqlar, sonra isə ümumi saplaq qopub tökülür. Lənkəran akasiyası, qoz, qızılgül, çiyələk bitkiləri mürəkkəb yarpaqlıdır. Mürəkkəb yarpaqlar quruluşuna görə 3 cür olur: lələkvari, barmaqvari və üçər mürəkkəb yarpaqlar. Əgər yarpaq bir nöqtədən çıxan bir neçə yarpaqcıqdan ibarətdirsə, ona barmaqvari mürəkkəb yarpaq deyilir. At şabalıdı, çətənə bitkilərinin mürəkkəb yarpaqları barmaqvaridir. Əgər mürəkkəb yarpağın yarpaqcıqları bütün saplaq boyu yerləşirsə, bu cür yarpağa lələkvari mürəkkəb yarpaq deyilir. Ağ akasiya bitkisinin mürəkkəb yarpaqları lələkvaridir. Lələkvari mürəkkəb yarpaqlar qozda, qızılgüldə olduğu kimi tək yarpaqla qurtarırsa, ona tək lələkvari mürəkkəb yarpaq, noxudun yarpaqları kimi cüt qurtarırsa, cüt lələkvari mürəkkəb yarpaq deyilir. Lobya, çiyələk, böyürtkən bitkilərinin mürəkkəb yarpaqlarını üçər mürəkkəb yarpaqlara
misal göstərmək olar. Yarpaqlar zoğ üzərində müəyyən qaydada düzülür və 3 düzülüş forması vardır. Növbəli düzülüş, qarşı-qarşıya düzülüş, topa düzülüş. Növbəli düzülüş. Gövdədə hər bir buğumda bir yarpaq yerləşir. Məsələn, toz ağacı, günəbaxan, alma, gilas, heyva və s. bitkilərdə yarpaqlar növbə ilə düzülmüşdür. Qarşı-qarşıya düzülüş. Hər bir buğumda 2 yarpaq qarşı-qarşıya yerləşir. Məsələn, yasəmən, gicitkan, reyhan, nanə və s. bitkilərdə yarpaqlar qarşılıqlı düzülmüşdür. Topa düzülüş. Hər bir buğuma 3 və daha çox yarpaq yerləşir. Məsələn, oleandr, elodeya, qarğagözü, qatır quyruğu və s. bitkilərdə yarpaqlar topa şəklində düzülür. Yarpaq ayalarında çoxlu damarlar vardır. Damarlar su və qida maddələri daşımaqla yanaşı, yarpaqlara möhkəmlik və elastiklik verir. Yarpaq ayalarında 3 cür torşəkilli, qövsvari və paralel damarlanma ayırd edilir. Torşəkilli damarlanma. Ayanın əsasından ucuna qədər ortası ilə yoğun damar uzanır. Bu, əsas yaxud ana damar adlanır. Ana damar yanlara şaxələnir. Bu şaxələr kiçik şaxələrə, onlar da daha kiçik şaxələrə ayrılaraq yarpağın ayasını tor şəklində əhatə edir. Bu tip damarlanma ikiləpəli bitkilərin yarpaqlarında, birləpəli qarğagözü bitkisində müşahidə olunur. Paralel damarlanma. Ana damar olmur. Damarlar yarpağın qaydəsindən ucuna qədər paralel yerləşir. Əksər birləpəli bitkilər, o cümlədən taxıl bitkilərində rast gəlmək olar. Qövsvari damarlanma. Yarpağın qaydəsindən ucuna qədər damarlar qövs şəklində yerləşir. Ana damar olmur. Məsələn, inci çiçəyi, ikiləpəli bitkilərdən bağa yarpağı və s. bitkilərdə müşahidə olunur. İndi isə gəlin yarpağın hüceyrəvi quruluşu haqqında danışaq. Bitkini uzun müddət qaranlıqda saxladıqda onun yarpaqları saralır. Bitkiyə uzun müddət su vermədikdə yarpaqlar büzüşür. Bütün bunlar hansı səbəbdən baş verir? Yarpağın öz funksiyasını yerinə yetirməsi üçün o hansı quruluşda olmalıdır? Yarpağın daxili quruluşu müəyyən funksiyaları yerinə yetirmək üçün uyğunlaşmışdır. Yarpağın daxili quruluşunu öyrənmək üçün ondan iti ilgüclə eninə kəsik götürüb mikroskop altında baxaq. Yarpaq ayası xaricdən bir-birinin yanında sıx yerləşmiş, rəngsiz, şəffaf və xarici divarları qalınlaşmış hüceyrə qatı ilə örtülmüşdür. Bu qat yarpağın dəriciyidir. Dəricik yarpağın lətli hissəsini zədələnməkdən və qurumaqdan qoruyur. Şəffaf olduğuna görə günəş işığı yarpağın daxilinə keçir. Şəffaf dəricik hüceyrələri arasında cüt-cüt yerləşən lobyaya bənzər xloroplasta malik yaşıl hüceyrələrə də təsadüf edilir. Onların arasında yarıq, hüceyrə arası boşluq vardır. Bu yarıq ağızcıq adlanır. Yarıq qapayıcı hüceyrələr vasitəsilə açılıb qapanır. Ağızcıq yarığından yarpağın daxilinə hava daxil olur, yarpaqdan atmosferə su buxarı və oksigen çıxır. Üst və alt dəricik arasında yarpaq ləti yerləşir. Lətli hissə bir neçə cərgə hüceyrələrdən ibarətdir. Üst cərgədəki hüceyrələr sütuncuq şəklindədir. Təxminən bərabər ölçüdədir. Bunlara çəpər parenximi hüceyrələri yaxud da sütunvari toxuma deyilir. Çoxlu xloroplastlara malik sütunvari toxuma əsasən fotosintez funksiyasını yerinə yetirdiyindən yarpağın günəş işığı düşən hissəsində olur. Sütunvari toxumanın altındakı cərgələrdə yerləşən hüceyrələr dəyirmi, girdə olur. Bir qədər seyrək yerləşir. Bunlara süngər parenximi hüceyrələri yaxud süngər toxuması deyilir.
Xloroplastları nisbətən az olan süngərvari toxuma hüceyrələri arasında içərisi hava ilə dolu boşluqlar vardır. Bundan başqa yarpaq ayasında damarlar vardır. Damarlar ötürücü borulardan və liflərdən ibarətdir. Bu borulu lifli toxuma adlanır. Su və qida maddələri bu toxuma vasitəsilə hərəkət edir. Damarlar həm də yarpaqlara möhkəmlik verir. Beləliklə, bugün biz yarpağın xarici və hüceyrəvi quruluşunu öyrəndik. Sağ olun, gələn dərslərimizdə görüşənədək.